Hörmətli izləyicilər və adəti qurumlar. Bir daha qeyd edeyim ki, biz Azərbaycan Respublikası Könüllü Nəzarətçi İctimai Birliyi, mən Mərkəzi Aran Regional Təşkilatının sədri Cavid Piriyev. Bu günləri bəli, mən Göyçay rayonundayım. Göyçay rayonunda bir daha bizim nöqsan etdiyimiz bir problem var. Hansı ki, indi mən onu çəkib sizə təqdim edəcəm. Göyçay Atatürk prospektində köhnə hamam deyilən bir yer var, onun yanında. Yəni, belə deyək ki, vətəndaş tərəfindən, hansısa obyekt sahib tərəfindən töküntülərin küçələrə atılması və bunun da, belə deyək ki, problem yaranmasına səbəb olma səbəbləri. İndi mən bunu çəkib təqdim edirəm və bu barədə açıqlama verəcəm çəkişimdə. Gördüyünüz kimi, mən artıq təqdim edirəm həmin o aşkar olunan nöqsanı. Bax, bu gördüyünüz kimi, bax, bu açıq tökülmüş zibillərdir. Hansı ki, burada deyilənə görə aptek var. Həmin aptek sahibi dəfələrlə gətirir bura, vətəndaşın evinin ağzına, başqa ərazidən zibil tökülür. Açıq şəkildə. Bax, gördüyünüz kimi, bu hamısı açıq zibillərdir. Bunu nə qablaşdırmayıb, nə etməyib. Bu söküntünü aparırsa, bu obyekt sahibi kimdirsə, istər aptek, istər digər, o bunu, özü şəxsən bunu qablaşdırmalıdır və xüsusi qablara yığıb, ya özü, ya da ki, ərazidə olan zibil qabını atmalıdır. Bunu təmin. Amma bu gətirir, bax, belə gecə vaxtı tökürlər zibili bura, öz obyektlərinin zibilini açıq şəkildə gördüyünüz kimi. Bu da haqlı narazılığa səbəb olur. Mən burada komxozun işçilərlə görüşdüm, o təmizlik işçiləri ilə, sanitar təmizlik idarəsinin rəhbəri ilə danışdım, hörmətli Murtuz müəllimlə. Və qeyd olunur ki, bu nöqsanı dəfələrlə bu obyekt yerlərdə edirlər, heç bir də qanuna riayət etmirlər. Bəli, bu doğrudan da düzgün deyil. Həm burada vətəndaşın gördüyünüz kimi evinin ağzıdır. Bax, bu küçədə görürsünüz ki, təmizlik işləri gedir. Yəni, komxoz işçiləri burada səhər-səhərdən təmizlik yaparlar. Lakin bu zibili həmin o komxozun idarəsinin işçiləri götürmədilər. Ona görə ki, səbəb odur ki, bax, bu açıq tökülən zibillər problem yaradır. O fəhlələr görürsünüz ki, burada bunu necə təmizləsin? Açıq tökülmüş, söküntüdən olan zibillərdir ki, bunu doğrudan da qanuna uyğun o fəhlə bunu götürməməlidir. Bunu həmin obyekt yəsi təmin etməlidir. Bütün bunları. Biz bunu çəkib, həmin adəti qurumlara xahiş edirik ki, bu barədə ciddi tədbir görülsün. Həmin o obyekt yiyələri, sahibləri cərimələnsin ki, bu qaydada zibilləri küçələrə tökmək olmaz. Yəni, qayda, qanunlar var ki, zibillərin qablaşması var və onların daşınması qaydaları var. Bax, bu bir daha qeyd edirəm. Bax, gördüyünüz kimi söküntülərdir. Hansı ki, açıq şəkildə gecə vaxtı gətirib tökürlər bura, başqa bir vətəndaşın küçəsinin ağzına. Və bu barədə bizim o qanunverici orqanlarda xahiş edirik tədbir görsünlər. Həmin o sahiblər cərimələnməlidir ki, bu işlər tamamlansın. Göyçay Atatürk prospekti. Biz çəkdik, təqdim etdik. İnşallah ki, adəti qurumlar bu barədə tədbir görərlər.